Hər kəsə salam dostlar. Deməli hara gəlmişik? Bu saçlarımın mərkəzinə, qaynaq mərkəzinə gəlmişik. Doğal Saç Bakıya gəlmişik. Buradakı bütün saçlar, bəlkə bilərsiniz, İzmirdə Doğal Saç İzmir var. Onun hal-hazırda Azərbaycandakı rəsmi şöbəsidir, rəsmi nümayəndəliyidir. Doğal Saç Bakı Nərmanovda yerləşir. İstəyirəm sizə buradakı saçları göstərim. Tam mənim istədiyim kimidir. Həm uzunluğu, həm qalınlığı özünüz görürsünüz. Artıq bir müddətdir ki, bu saçlardan istifadə edirəm. Çox qəşəngdir. Bu arada burada da yığdıra bilərsiniz saçlarınızı. Mənim aldığım saç, baxın bu rəngdir. Görün necə gözəldir. Buradakı bütün saçlar çox təbiidir, çox gözəldir. Hər rəngdə saçlar var. Belə rəngdə də var. Uzunluğu 1 metrə qədər olan saçlar var burada. Baxın qızlar. Tam təbii, doğal saçlardır. Baxın. Görün necə gözəldir. Uzunluğu 1 metrə qədər saçlar var və hətta burada baxın qızlar, qırmızı saçdan tutmuş, turuncu saça qədər belə ambre olunmuş saçlar, açıq saçlar, uşaq saçları hər biri burada var. Qalınlığı da baxın gördüyünüz kimi fərqli-fərqli saçlar var. İstədiyiniz uzunluqda buruq, düz və ya biraz buruq, tam buruq da olmasa da, yəni belə saçlarımız var. Nə dolaşma olur saçlarda. Mən məsələn başqa yerdə elətdirmişdim, başqa yerdən almışdım. Adını çəkmək istəmirəm. Mən saçları taxanda öz saçlarım da zərər gördü. Çünki saçlar çox pis idi. Nə ukladka eləmək olurdu, nə burmaq olurdu. Amma buradan aldıqlarımı, baxın, istədiyim kimi quruduram, vururam, istədiyim formanı, istədiyim şəkli verirəm və çox da qəşəng məncə mənə yaraşır. Fikirlərinizi də gözləyirəm. Burada hər rəngdə dediyim kimi saçlar var. Məsələn, bu saç rənginə ayrıca bayılmışam. Yəni risk eləsəm nə vaxtsa, yəqin ki bu saçı eləyərəm, çünki çox gözəldir. Yəni saça baxın, saç axır da, saç axır. Buradakı bütün saçlar üçün bu keçərlidir. Zaten görürsüz, baxın qızlar necə gözəldir. Rəngi, qalınlığı, uzunluğu, yəni məncə mənə çox yaraşdı. Əgər siz də mənim kimi istəyirsinizsə belə qəşəng saçlarınız olsun, əgər keyfiyyətli saç axtarırsınızsa, mütləq Doğal Saç Bakıya gəlirsiniz və buradakı saçlardan alırsınız. Dediyim kimi evdar xanımlara və iş xanımlarına